Salamlar hər kəsə. Bu gün biz sizinlə Polşada aktiv məsələlərdən olan sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı söhbət edəcəyik. Polşada siz məsələn taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə, sizə Polşa sürücülük vəsiqəsi lazımdır. Və habelə siz Azərbaycandan gəlmisiniz və Azərbaycan sürücülük vəsiqəsi ilə siz Polşada sadəcə 6 ay müddətdə avtomobil idarə edə bilərsiniz. Sürücülük vəsiqəsinin dəyişdirilməsi prosesinə başladığımız zaman ilk öncə siz Polşada 185 gün, yəni 6 ay bir müddəti tamamlamağınız lazımdır. Bu Polşada sürücülər haqqında qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsaslanaraq deyilir ki, Polşada yaşayan əcnəbilər öz sürücülük vəsiqələrini dəyişdirmək istəyirlərsə, onda onlar 185 gün minimum olaraq Polşa ərazisində qalmalıdırlar və bundan sonra artıq prosesə başlaya bilərlər. Prosesə bizim başladığımız zaman sizə necə köməklik göstəririk? Ərizə formalarının doldurulması və daha sonra lazım olan sənədlər. Sənədlər ilk öncə sizin pasportunuz, Polşada yaşayışınızı təsdiq edən sənəd, yəni Meldunek, sizin PESEL nömrəniz olmalıdır. Polşada yaşayırsınızsa sizin üçün PESEL nömrəsi açılmalıdır. Sizin biometrik şəkliniz və ondan sonra Azərbaycan sürücülük vəsiqəsi və Azərbaycan sürücülük vəsiqəsinin Azərbaycandan gələn təsdiqlənmə sənədi. Və bu sənədi gətirdiyiniz zaman bu sənəd Azərbaycanda apostil olunmalı və Polşada polyak dilinə tərcümə edilməlidir. Və bu sənədlər hamısı toplandıqdan sonra bələdiyyəyə müraciətlər olunur və bu proses hardasa sənədləriniz normal qaydadadırsa 4-6 həftə ərzində davam edəcək. Daha sonra siz öz sürücülük vəsiqənizi verirsiniz, ondan sonra polyak sürücülük vəsiqənizi götürə bilərsiniz. Və bu proseslə bağlı hər hansısa əlavə bir sualınız, hər hansısa əlavə bir köməkliyə ehtiyacınız varsa, LiveTalk ilə əlaqə saxlaya bilərsiniz, daha ətraflı məlumat ala bilərsiniz. Təşəkkürlər.